Devlət var, qayda var, qanun var. Gəlin məni ilə məhkəmədə savaşın. Kimdir bu yaxşılardan yenə də deyirəm qura, TikTok'dakilər? Xalalar, yekə arvadsınız. Bugün sabah uşaqlarınızı evləndirəcəksiniz. Utanmırsınız. Susuram, çıxmışsınız başımın üstünə. Arzun dili yoxdur. Arzun dili də var, dilçeyi də var. Arzum 99. Mənə çoxları yazdı. Şəxsimə Sara xanım münasibət bildirin. Bildirirəm münasibət. Arzum, neçə yaşın var? Elə danışırsan ki, 15 yaşın var. Sənin mənim boyda qızım var. O qızı yəqin ki 5 yaşında doğmamısan da, düzdür? Demək sənin 50-yə yaxın yaşın var. Deyirsən ki, qoca arvadlar çıxıb mənə yazır. O qoca arvadlar bilirsən kimlərdir? Hansı ki, dünyasını dəyişən o gənc var, avtomobil qəzasının nəticəsində. Onun bibisidir, xalasıdır, əmi qızısıdır, əmi oğlusudur, əmi arvadsıdır. O yatağa düşüb əlil olub, o qız gözlərindən kör əlil olub. Onun qohumu, əqrabasıdır yazan, yazmasınlar. Bəs sən çıxırsan canlıda, insanları qıcıqlandırırsan, sən utanmırsan. Mən bilmirəm, həm pul yığırsan. Həm orada sənə cinayət işi açılıb, həm də canlı açırsan, pul yığırsınız, hədiyyə toplayırsınız. Bəsdirində bu Azərbaycanın çörəyin yeyirsiniz, Azərbaycana hörmət qoyun. Getmirsən də Nemesə ərə. Nemesdən uşaq doğmusan da, kimsə sənə bir söz deyir. Mən izləyicilərimə üzr istəyirəm Nemes sözünə görə. Mən uşaqlıqdan almanlara həmişə Nemes demişəm. Harada da görsəm, filmdə olanda deyirəm Nemes filmidir. Çünki onları bizə necə təqdim etmişdilərsə, biz həmişə onlara Nemes demişik. İndi getmirsən Nemesə ərə. Nemesdən də 4 dənə uşaq doğmusan. Get Nemesin yanında yaşadı orada. Niyə burada yaşayırsan? Nemesi də gətirmirsən Azərbaycana, qoyursan canlıya, o da arada insanları söyür, təhqir edir. Xeyri ola, çıx get də Nemesin yanına. Nə gəzirsən burada? Oturursan burada insanları qıcıqlandırırsan ki, qoca arvadlar, nə bilim nə, necə deyir belə eləyir? Neyniyəcəklər mənə? Edəcəklər. Edəcəklər sənə nə lazımdır? Orada insan öz evladını itirib. Orada insanın övladı əlildir. Gözləri görmür. Sən oturmuşsan canlıda bəzəkli, düzəkli başlayırsan ki, heç kim məni təhqir etməsin. Çıxma canlıya. Ged otur Nemesimin yanında. Bildin? Təbii ki, mən də buradan Daxili İşlər Nazirliyinə müraciət edirəm. Əgər doğrudan da bu adam üçün, bu qadın üçün, bu arvad üçün, Arzu 99 üçün cinayət işi açılıbsa, niyə bu canlıda gəzir? Niyə bu adam canlıda gəzir? O evladını itirmiş valideynləri qıcıqlandırır. Yatağa düşmüş, avtomobil qəzası nəticəsində yatağa düşmüş o ailənin atasının, anasının yaxınlarını qıcıqlandırır. Niyə görə bunun qarşısı alınmır? Hər gün canlıda, hər gün çıxır, oturur, hamının da cavabını verməyə çalışır. İnşallah gözləyirik hər şeyi ağzından, dilvi, bura qoy, sakit otur.